Deməli, bizə bir sual verirlər ki, Fatihə surəsində 5-ci ayətdə böyük ehtimal İyyəkə nə'budu sözünü qeyd edir. Sükunlu ayın oxumaq çətinlik çəkirəm, düzgün necə oxuyum? Deməli, ayın hərfi sükunlu olaraq, deməli, ifrat və təfrit olmadan oxunur. Yəni, ifrat həddən artıq boğazı sıxmaq. Məsələn, bəzən hətta bəzi məscid imamlarından eşidirik, onlar deyirlər ki, nə, belə, hətta mikrofona belə səs gəlir. Belə qeyri-adi bir səs gəlir. Bu şey yoxdur. İfrat yoxdur. Qurani-Kərim ümumən ifratsız oxunmalıdır. Və təfrit də ümumən, bəziləri isə ümumən Azərbaycan dilində olan A səsinə oxuyur və deyir ki, İyyəkə nəbudu. Tez-tez eşidirik. Əslində, ayın hərfi sükunlu olaraq orta bir şəkildə boğazın az bir sıxılması nəticəsində çıxır. Nə, yağlı bir şəkildə. Nəbudu deyə tələffüz etmək lazımdır. Lakin məşq eləmək lazımdır. Yəni, bu birdən-birə olmur. Yəni, hər bir Quran-Kərim oxuyan aylarca, illərcə məşq etməlidir, oxumalıdır ki, onda bütün hərflərin məxrəcləri düzgün bir şəkildə çıxsın və tələffüz olunsun.